Bəli, əziz və dəyərli izləyicilərimiz, bugün Nova Türk Media olaraq Azərbaycan Yahudi Media Mərkəzinin rəhbəri, dəyərli Nəsim müəllim Əbilovun qonağıyıq və Nəsim müəllimə bizim xüsusi suallarımız olacaq. Bu suallardan biri budur ki, hal-hazırda bildiyimiz kimi Azərbaycan Respublikası daxilində bir sıra şəxslər var ki, özlərini Yahudi olaraq sayırlar, Yahudi olduqlarını deyirlər və bu sürətlə artmaqdadır bu mövzular. Bunun səbəbi nədədir? Onlar, məsələn, elə şəxslər var ki, onlar Yahudi deyirlər, amma Yahudi olduqlarını deyirlər. Bunun səbəbi nədədir? Niyə məhz başqa millətin nümayəndələri özlərini Yahudi olaraq qələmə verirlər? Əslində bu maraqlı bir sualdır. Həm də günümüzün bu günündə ən, belə deyim də, bəlkə də aktual bir mövzu sayılır. Mən biraz bu dövrün əvvəlinə biraz nəzər salmaq istəyirəm. 30 il, 40 il bundan əvvəl Yahudi millətindən olan insanları, vətəndaşlar onu Yahudiliyə görə tanımırdılar. Cəmiyyət onlara insan olaraq hörmət qoyurdu. Çünki o dövrlərdə bütün Yahudilər hamısı yerli insanlarına, nəinki tək Yahudilər, o dövrdə çox millətlər var. Hamı bir-biri ilə qonşuluqda, qardaşlıqda birgə yaşayırdılar. Heç kim kiməsə milliyyətinə görə fərq qoymurdu. Nə də kimisə milliyyətinə görə nə hörmət qoymurdu, nə də onun milliyyətinə görə hansısa bir balanslı şəkildə aşağı-yuxarı ölçülürdü. Hamıya eyni səviyyədə onun insanlığına görə hörmət qoyurdu, onun əməlinə görə, göstərdiyi insani rəftarına görə hörmət qoyurdu. Amma son zamanlarda fikir veririk ki, bəzi insanlar var ki, məsələn, mən Azərbaycanda yaşayan bir Yahudi kimi, bir də ictimai insanlar cəmiyyətin arasında çox olduğu üçün, yəni bir çox Azərbaycanda yaşayan Yahudiləri tanıyıram. Son zamanlar həm sosial şəbəkələrdə, həm də belə müşahidə olunur ki, bəzi insanlar var ki, durub Yahudiliyi, özünü Yahudi kimi qələmə verirlər. Yahudi adından danışırlar. Yəni, mən çox insanları tanıdığıma görə tanıdığım üçün baxıram ki, ümumiyyətlə belə bəzi insanlar var ki, hansı ki, özlərini Yahudi kimi qələmə verir. Onların ümumiyyətlə Yahudiyə aid heç bir aidiyyatı yoxdur. Nə də heç bir bağlılığı yoxdur. İndi burada təbii ki, motivlər çox ola bilər, versiyalar çox ola bilər, düzdür indi. Kiminsə durub yalandan özünü Yahudi kimi qələmə verməyi, təbii ki, ən birincisi onun özü bunu çox gözəl bilir ki, buna hansı məqsəddən edə bilir. Amma biz sadəcə fərziyyələr, variantlarla düşünə bilərik ki, məsələn, bu müxtəlif, necə deyim, düşüncələr əsasında yarana bilər. Kimisi, məsəl üçün, görə bilər ki, İsrail-Azərbaycan münasibətləri bilirsiniz ki, dövlət olaraq son neçə ildir, yəni sıx münasibətlər, sıx əlaqələrdə, müxtəlif əməkdaşlıq fonunda, yəni sürətlə inkişaf edir. Təbii ki, indi kimsə özünü Yahudi kimi qələmə verməklə, yəni istəyər özü də bu, necə deyim, bu dairənin içində olsun. Və yaxud, məsəl üçün, digər məsələlər var. Bəzi hallarda belə insanların, məsəl üçün, belə insanlardan narazı qalan cəmiyyət üzvləri var ki, onlardan bizə verilən məlumata görə bəzi özünü Yahudi kimi insanlar var ki, olur ki, digər insanlara məsələn özlərini Yahudi kimi göstərib, sanki bunların İsraillə əlaqələri var. Və belə insanlar, elə Azərbaycanlılar var ki, onlar İsrailə də getmək istəyirlər və yaxud hansı bir Yahudilərlə işbirliyi qurmaq istəyirlər. Və elə insanlar var ki, özlərini Yahudi kimi göstərərək bu insanlarla təmasa girir. Sanki bunlarda hansısa bir Yahudilik ilə bağlı, İsrail ilə bağlı hansısa bir köməklik göstərmək iqtidarında, gücündə olduğunu nümayiş göstərir. Ümumiyyətlə belə
variantlar çoxdur. Düşünəndə çox variantlar ola bilər. Eyni zamanda da cəmiyyət arasında kimlər ki bu məsələ ilə rastlaşır insanlar, onlardan da məsəl üçün danışanda, onlardan da eşidəndə müəyyən düşündüyümüz variantların artıq real olduğunu görə bilirik, eşidə bilirik. Yəni belə, mən düşünürəm ki, yəni belə bu xüsusiyyətli olan, belə özlərini təqdim edən insanlar, yəni heç vaxt axıra qədər gedə bilməzlər. Yəni heç kim yalanı sona qədər çatdıra bilməzlər. Əvvəl-axır, yəni həmişə yalanlar üzə çıxır. Həmişə yalanlar kimlər vasitəsilə ifşa olunur. Düşünürəm elə hər bir insan öz olduğu kimi cəmiyyətə görsənsə daha yaxşı olar. Bəli, əziz və dəyərli izləyicilərimiz, təşəkkürlər Nəsim müəllim bu dəyərli müsahibəniz üçün. Nəsim müəllimin dediyi kimi, gərək hər kəs özü kimi olsun, maskalanmasın və biz də bunu buradan bütün izləyicilərimizə çatdırırıq. Ana, mən intervyu verə bilmirəm, hər kişi. Adın nədir sənin? Albert, Albert, hansı millətdən? Yahudi. Yahudiləri Azərbaycanda. Sən Ona görə mən bu torpaqda yaşayıram. Doğulmuşam burada, yaşayıram da burada. nə qədər təxminən qalmaq niyyətindəsən? Müharibənin axırına kimi.